Canlar fəda etdilər mübarizlər, fəridlər. Adicə bir torpağı vətən etdi şəhidlər. Şəhidlərdir torpağı vətən edib qoruyan. Onların barəsində nələr söyləyir Quran. Ölü demə şəhidə. Quran deyir diridir. Əbədi cənnət əhli seyidlərdən biridir. Qiyamətin günündə dağlar olmayacaqlar. Onlar toz şəklində göyə sovrulacaqlar. Digər ki, şəhidlərə izin veriləcəkdi. Şəhid istədiyinə şəfayət edəcəkdi. Necə ki, yurd uğrunda sipər oldu canı ilə, behişt ətirlənəcək şəhidlərin qanı ilə. Torpağın uğrunda əgər ki ölən olmaz, o torpaq çiçək açmaz. O torpaq vətən olmaz. Ey şəhidin anası, cənnətdədir evladın.